Və Allah da onu sevir. Allah sevir ki, bəndə Allahın dərgahında sızıldasın. Sənin Allahın sənin sızıltını istəyir. Sən nə deyirsən ona? Əgər dostluq istəyirsən, buyurur, dostluğumun şərti budur. Dostluğumun şərti budur. Həzrəti Süleyman Peyğəmbərin vaxtında deyir, bir nəfər getdi bazara, gördü quş satırlar, cürəbəcürə quşlar. Baxdı, gördü bir bülbül, baha qiymətə satırlar. Aldı bülbülü, gətirdi evə. Ona bir yaxşı qəfəs düzəltdi. O bülbülü saldı qəfəsə. Qulluq eləyir, dəm verir, su verir. Bülbül də bunun üçün oxuyur. Bülbül oxuyur, bu da ləzzət eləyir. Bir müddətdən sonra deyir, gördüm, o bülbülün yiyəsidir. Deyir, gördüm ki, bu qəfəs qoymuşam evin həyətində, ağacın yanında. Deyir, gördüm, bir dənə bülbül gəldi, oturdu qəfəsin üstündə. Mənim bülbülüm də qəfəsin içindədir. Deyir, o bülbül gəldi, əyləşdi qəfəsin üstündə. Biraz əyləşdi, nəsə oxudu, səsini eşitdim. Çıxdı, getdi. O gedəndən sonra day bülbülüm oxumadı. Əqqədə qulaq astım, bir gün, 2 gün, bir həftə gördüm, day oxumadı. Bildim ki, nəsə oldu. Elə-belə deyir. Deyir, getdim Həzrəti Süleyman Peyğəmbərin məhzərinə. Süleyman bütün heyvanlarla danışırdı da. Allah ona vermişdi o möcüzəni. Deyir, dedim ki, ya Nəbiyyəllah, ay Allahın Peyğəmbəri, mənim başıma belə bir hadisə gəldi. Mənim yaxşı bülbülüm var idi, mən ona qulluq eləyirdim. O da yaxşı oxuyurdu mənə. Amma day, o bülbül gəlib qəfəsin üstündə oturandan sonra buna nə dedi, nə öyrətdi bilmirəm, amma day o vaxtdan bu oxumur. Həzrət Süleyman dedi, get, bülbülü gətir bura. Gəldi, qəfəsi götürdü, getdi. Qəfəsi qoydu Süleyman Peyğəmbərin qabağına. Həzrət Süleyman dedi ki, ay Allahın heyvanı, sən de görüm nə olub. Sənə nə oldu, sən niyə oxumursan? Dedi ki, ya Nəbiyyəllah, mən yaxşı göylərdə uçurdum. Amma bir gün neçə dənə görə tamah elədim, yerə gəldim. İstədim ki, o dənləri dənləyəm, səyyad məni seyd elədi. Apardı, baha qiymətə satdı məni. Bu kişiyə. Bu kişi də gətirdi, məni saldı bir qəfəsə. Düzdür, mənə dən verirdi, su verirdi. Amma mən sızıldayırdım qəfəsdə. Bu da ləzzət eləyirdi. Mən qəfəsdə olduğuma görə nalə eləyirdim, sızıldayırdım. Buna da xoş gəlirdi. Ta günlərin birində mənim kimin bir bülbül gəldi, oturdu qəfəsin üstündə. Mənə dedi, istəyirsən bu kişinin səndən acığı gedə, səni aça bıraxa azad eləyə? Dedim, hə. Bax, quş qəfəsdə nə istər?
Dedi day oxuma. Oxumason, bu səndən acığı gedəcək, səni buraxacaq. O gündən day özümə söz vermişəm, əhd eləmişəm, oxumayacağam. Deyir, Süleyman Peyğəmbər güldü. O quşun yiyəsinə dedi ki, bu bülbülü day incitmə. Bu özünə söz verib oxumayacaq. Deyir, onun yiyəsi də dedi, əgər belədirsə, onda da mən onu neynirəm? Mən onu Allah yolunda bıraxıram, azad edirəm, geçsin. Bu hekayəti onun üçün deyiblər ki, əgər istəyirsən Allahın səndən xoşu gələ, sən gərək sızıldayasan. Sənin bir böyük ruhun var, bu ruh Allaha bağlıdır. Və nəfəxtu fihi min ruhi. Allah buyurur, insanlara öz ruhumdan vermişəm. O ruh gəlib bu bədəndə düşüb qəfəsin içinə. Nə vaxt çıxacaq onu bilmir, amma bir zaman çıxacaq. O ruh nə qədər bu bədənin içərisində sızıldayır, Allahın xoşu gəlir. Hər vaxt sızıltısı kəsildi, acığı gəlir məndən. Necə quşun yiyəsi, quşun sızıltısı kəsiləndə acığı gəlirdi. Buyurur, bax, əgər istəyirsən Allah səni sevə, sən gərək nalə eləyəsən, münacat eləyəsən.